Çəltik əsasən cənub rayonlarında, daha dəqiq desək, Astara, Lənkəran, Masalıda yetişdirilir. Əkin mövsümünə hazırlıqlara başlayan çəltikçilər sertifikatlı toxum tapmaqda çətinlik çəkirlər. Bunlarla yanaşı onların həm də texnika problemləri var. Bölgə müxbirimiz Pərvanə Neymət qızı çəltiyin daha çox əkildiyi Astaradan reportaj hazırlayıb, izləyək. Çəltik əkini əsasən Astara rayonunun Artupa, Səncərədi, Suparibağ, Kakalos, Ərçivan kəndlərindəki təsərrüfatları əhatə edir. Təkcə Artupa kəndində 100 hektara yaxın çəltik əkilir. Hazırda kənddə bu istiqamətdə gərgin iş gedir. Kimi əkin üçün şitillik yaradır, kimi də artıq boy atan şitilləri sahəyə köçürür. Yaxşı toxum, keyfiyyətli məhsul istehsalında vacib amil, həlledici məsələlərdən biridir. Bu, çəltikçilik üçün də istisna deyil. Amma fermerlərlə, kənd sakinləri ilə söhbət zamanı onu da öyrənirik ki, onların çəltik toxumu ilə bağlı ciddi problemləri var. Ən çox tələbat olan toxumlar var. Ən yüksək keyfiyyətli ənbərbuy sayılır, sonra haşimi gəlir, sədri, tarım. Bu, baxdığınız bu toxum isə bizdə haşimidir. Bu keyfiyyətli toxumdur, tələbat da var buna. Bu toxumu özünüz ötən ilkindən götürmüşsünüz? Bəli, ötən ilkidən götürmüşük. Bu toxumları məcburik, çünki başqa bir variantımız yoxdur. Əvvəllərdə az-çox İrandan gətirirdik. Düzdür, orada çətindir gətirmək, amma gətirirdik də müxtəlif usullarla biz gətirərdik. İndi ümumiyyətlə mümkün deyil, İrana getmək mümkün deyil. Məcburik ki, biz özümüzdən bu toxumları hazırlayaq. Bizim əsas məqsədimiz keyfiyyətli məhsul yetişdirməkdir. Fermerlər deyirlər ki, onlara təklif olunan toxumlar əsasən Pakistandan gətirilir. Bu da yerli iqlimə tam uyğun deyil. Çünki bu cür toxumlar istiliyi sevirlər və çox gec yetişirlər. Yığımı oktyabra təsadüf edir ki, bu vaxtda intensiv yağışlar başladığından biçimdə ciddi problemlər yaranır. Belə olduğu təqdirdə həm məhsuldarlıq, həm də keyfiyyət aşağı düşür. Bizdə əsasən Artupa kəndində haşimi toxumu istifadə olunur. Hara müraciət eləmişsiniz toxumla bağlı? Toxumla bağlı demək olar ki, Kənd Təsərrüfatı İdarəsində Dövlət Aqrar İnkişaf Mərkəzinə müraciət olunur. İndi onlar da bəzən bizə təklif edirlər sertifikatlı toxum olur onlarda. İndi biraz qiymət məsələsi bəzən yüksək olur, bəzi fermerlər əldə edə bilmirlər. İndi bəzi fermerlər əldə edə bilirlər, amma vaxtında gəlib çatmır. Elə bir vaxt gəlib çatır ki, o artıq gec olur. Artıq toxum səpini başlayır, məsələn bu vaxt gəlib çata bilmir. Çəltik əkini üçün seçilən yer 2 dəfə şumlanaraq aprelin ilk 10 günlüyündə hamarlanır. Artıq əkinə başlayan Artupa kənd sakini Həsən Quliyev şitilləri bir ay əvvəlcədən hazırladığı ləklərə köçürür. Bol su verilən torpaqda əkin aparmaq üçün texnika lazımdır, amma Artupa kəndinin sakinləri indiyə qədər də ta ənənəvi, qədim üsul olan əl əməyindən istifadə eləməklə çəltik əkinini həyata keçirirlər. Bu da onlara ağır zəhmət, yəni əziyyətli iş olmaqla bərabər həm də vaxt itkisinə gətirib çıxarır. Bunun da əsas səbəblərindən biri də əkin üçün gərəkli olan, əlverişli olan mini texnikaların olmamasıdır. Texnika lap rahat olar. O texnikada yoxdur. Fəhlə əkir mən üçün günü 30 manata. 10 dənə fəhlə tutmuşam, 10, 2 dənə də olar. 12 nəfər fəhlərdir. 30 manatdan gərək olan pulum verim. 2 günə əkirəm, onun gərək pulum verim. Aqrolizinqə müraciət eləmişsiniz? Texnika ilə bağlı bir çox müraciətlər olub, əkinlə bağlı texnika üçün. Müraciətlər olub, amma oradan münasibət bildiriblər ki, əkinlə bağlı texnikamız yoxdur. Yəni bu da əl əməyi ilə başa gəlir, bu da çox istər-istəməz fermerə çox baha başa gəlir. Kənd Təsərrüfatı Nazirliyindən bildirildi ki, Əkinçilik Elmi Tədqiqat İnstitutunun Lənkəran dayaq məntəqəsində çəltiyin avangard sortundan 7 ton 640 kiloqram orijinal, super elit və elit reproduksiyalı toxum istehsal edilib. Onun 7 tonu kvota çərçivəsində fermerlərə verilməsi üçün sertifikatlaşdırılıb və fermerlər bu toxumları institutdan əldə edə bilərlər. Eyni zamanda 600 kiloqram super elit və 40 kiloqram orijinal avangard toxumu bu il əkin üçün istifadə olunacaq. Yeni Zəfər 44 sortundan isə 2 ton 700 kiloqram orijinal toxum istehsal edilib və 2026-cı ilin əkinində istifadə ediləcək. Nazirlikdən o da bildirildi ki, Astarada agrotexniki işlərin aparılması üçün Agroservis Açıq Səhmdar Cəmiyyətinin Lənkəran Lirik Astara bölməsində kifayət qədər texnika mövcuddur və bu texnikalar fermerlərin tələbatına uyğun şəkildə cəlb olunur. Hazırda bölmədə traktor, çəltik əkən, rotasyon və ağır diskli mala, eləcə də mini çəltik yığan kombaynlar var. Qeyd edək ki, bu il Astarada çəltik biçiminə avqustda başlanacaq.